Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə ba'də həmmə ba'd. Davam edirik 3 əsas adlı risaləni Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və bugün də 14-cü dərsdir. Və qalmışdıq keçən dəfə ikinci usul, ikinci əsasda, daha doğrusu, yəni İkinci əsasın, yəni İslam dininin dəlillərini öyrənmək, yəni onun təfsilatında İslam, iman, ihsan mövzusunda. Və iman mövzusundan danışdıq keçən dəfə. Sonra deyir ki, müəllif rahimehullah: "Və erkanuhu sittətun" və imanın rükunları 6-dır. Yəni nə deməkdir? Usul iman elleti terakkəbə minhə. Yəni imanın üsuludur. Hansı ki iman ondan ibarətdir. Yəni bu üsullardan ibarətdir. Hansı ki bu üsullardan, bu 6 üsuldan, 6 rükundan hansısa gedərsə, hansısa yox olarsa, onunla insan nə olur? Kafir olur, dindən çıxır. Və mə'adə hələ yəzulu bi zavalihi, yəni imanı olmur deməkdir. Yəni bu rükunlar o deməkdir ki, yəni bu rükunlardan hər hansı gedərsə 6 rükundan, yəni iman bütövlüklə gedər. Ondan savayı, ondan başqaları, yəni şöbələrdən olan, imanın şöbələrindən hər hansı gedərsə, yəni iman bütövlüklə getməz, imandan naqisləşər. Yəni onun kamilliyi gedər. Elə kamillik var ki, vacib kamillikdir. Elə kamillik var ki, nədir? Müstəhəb kamillikdir. Keçən dərslərdə demişdik bunu. Və o 6 rükun, onlardan biri ən tu'minə billahi, Allaha iman etməkdir. Ən əsası, ən böyüyü, ən əzəmətli rükun, yəni usulun ən böyüyü, aslül usul sayılan, yəni Allahın təkliyinə, onun ad və sifətlərində təkləşməsinə, onun haqq ilah olmasına iman gətirməkdir. Və ennə mən abədə min dunihi fə ibadətuhu əbtalul batil və adallud dalal. Və ondan savayı ibadət olunanlar o ibadətdir. Batilin batilidir və yəni zəlalətin ən zəlalətidir yəni. Sonra gəlir digər rükunları imanın, yəni Allaha iman bu birinci rükundur, ən üstünüdür, ən böyüdür. Mələklərə, kitablara, rəsullara, axirət gününə və qədərin xeyrinə və şərinə iman etmək. Bunlar hamısı nədir? İmanın 6 rükunudur. Bunlardan hər hansı gedərsə, yəni iman bütövlüklə getmiş olur. Və deyir ki, ikinci rükun mələklərə iman etməkdir. Yəni ən tu'minə bi cəmi'i mələikətihi və humul cinsul məruf min xalqillahi. Yəni bütün mələklərə iman etmək lazımdır. Onlar da yəni məruf bir cinsdir Allah yaratdıqlarından. Yəni naslarla bizə tanış olan ibadun mukramun, Allahın hörmətli qullarıdır. Xuliqu min nur, nurdan yaranıblar. Və yu'menu bihim icmələn fi el-icmali və təfsilən fi təfsili və tə'yinən fi tə'yin. Və onlara da iman nə cür nədir? Ümumi formada nə ki gəlib onlar haqqında ona iman etmək və təfsilata da ayrıca və müəyyən şəxslərə də ayrıca iman. Demək, ümumən mələklər, onların funksiyası buna ümumi imandır. Ki, nə qədər yer üzündə, nə qədər göylərdə, nə qədər yaranmış mələk varsa, hamısına iman etmək bu nədir? Ümumi şəkildə imandır. Bir də var təfsilatlı şəkildə iman. Təfsilatlı şəkildə iman, yəni filan mələklər, yağış nazil edən mələk, vəhy endirən mələk və s. Yəni bunlar nədir? Təfsilatlı imandır. Bir də var təyin olunmuş müəyyən bir şəxslər. Yəni Cəbrail əleyhissalam, Mikail əleyhissalam və digər yəni mələklər. Bunlar da nədir? Müəyyən. Və məsəl mə varada fil kitab-ül əziz və sunnatul mutahhara, nə ki deyir? Aziz kitabda və təmiz sünnədədir, varid olub.
ad olaraq Cəbrail əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, Məlik, Rıdvan və qeyriləri bu müəyyənlərdir. Və nə ki funksiyalardan varid olub Quran və Sünnədə, bu təfsilatlı imandır. Və nə ki ümumən adı çəkilmədən mələklərin olması, onların neydən yaranması və nə üçün təyin olunması, bu da nədir? Ümumi imandır. Sonra keçir kitablara iman. Munəzzələ aləl-ənbiyə minəs-səmə icmələn fil-icməli və təfsilən fi-təfsili. Eyni də bu kimi peyğəmbərlərə nazil olan kitablar, ümumilikdə, yəni kitablara iman etmək və xüsusi olaraq, təfsilatlı olaraq da Qurana, Zəbura, Tövrata, İncilə və digər, yəni adı sadalanan kitablara, yəni iman etmək. Ondan sonra gəlir rəsullara iman etmək. Və kəzəl iman bi cəmi rusulihi icmələn fi icməli və təfsilən fi təfsili. Eyni də, yəni rəsullara iman. Var ümumi iman, ad çəkilmədən, ümumən bilirsən ki, Allahın rəsulları var, peyğəmbərləri var. Onlara iman edirsən və təfsilatlı iman və yaxud təyinlə iman ki, filan peyğəmbər adı çəkilən. Fəyu'mən bimən cəə təfsiluhum fil kitabi və sünnə alət təyin. Və təfsilatı keçən Quran və Sünnədə peyğəmbərlərə iman etmək, onlardan və azam zəlikə iman bin nəbiyyinə Muhammed sallallahu aleyhi və səlləm və bunların hamısından ən böyük iman hansıdır? Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə olunan iman və mimmən yu'mənu bihim təfsilən, həmçinin təfsilatlı imana daxildir ulul azm rəsulları. Ulul azm, yəni 5 rəsul, yəni ən əzəmətli rəsullardır. Nuh, İbrahim, Musa, İsa, Muhammed aleyhim əfdalus salat və səlam. Ən üstün, yəni bu 5 peyğəmbərdir. Və yu'mən bi qeyrihim mimmən səmməllahu fi kitabihi və alə lisan rasulihi fi sünnətil mutahhara. Eyni də, yəni Allah adı çəkdiyi öz kitabında və yaxud Rəsulu sallallahu aleyhi ve sellem təmiz sünnəsində adı çəkdiyi peyğəmbərlərə iman etmək və adı çəkilmədiyi peyğəmbərlərə də həmçinin iman etmək, hansı ki naslarda keçir peyğəmbər ümumi olaraq. Lə nüfərriqu beynə əhədin min rusulih deyirik. Biz heç bir peyğəmbər arasında, heç bir rəsul arasında nə eləmirik? Fərq qoymuruq. Yəni bu da nədir? Ümumi imana daxildir. Vəl iman bihim fərd. Lakin bunlara iman etmək, adı çəkilməyən hətta peyğəmbərlərə iman etmək nədir? Fərzdir. Və huwa təsdiq bi ennahum rusulullahi ilə ibadihi. Çünki bu təsdiqdir ki, onlar Allahın elçiləridir, qullar üçün göndərilmiş. Sadiquna fima əxbəru bihi anillahi təala. Və Allah tərəfindən xəbər verdiklərində də nədir? Sadiqdirlər, doğrudurlar. Sonra keçir axirət gününə iman. Ey bimə yekunu ba'dal mauti fil barzakh. Yəni ölümdən sonra bərzaq həyatında baş verəcək şeylərə iman etmək, hesaba iman etmək, tərəziyə iman etmək, cənnətə, cəhənnəmə iman etmək, bunlar hamısı daxildir nəyə? Axirət gününə iman etməyə. Vəl iman bi azabil qabri və naimihi. Həmçinin qəbir əzabı və qəbir ləzzətini yəni duymaq. Bu kimi şeylərə iman etmək. Həmçinin daxildir nəyə? Axirət gününə iman etməyə. Və əkbəru zəlikə və azamuhu əl-iman bi ba'sihi həzihil əcdad. Və bundan da böyük, bundan da əzəmətli nədir? Allah Taala'nın bu cəsədləri diriltməsinə iman etməkdir. Onları əvvəlki vəziyyətinə qaytarması, sümükləri ilə, sinirləri ilə, bunların hamısını əvvəlki vəziyyətinə qaytarmasına iman etmək. Hətta yəqə savab alə həzəl cəsəd və ruh cəmiyan. Ki bu savab və yaxud bu cəza həm ruha, həm də cəsədə hər ikisinədir təsir göstərsin deyə. Yəni əvvəlki vəziyyətin deyəndə əvvəlki cisimdən söhbət getmir. Əvvəlki vəziyyəti odur ki, ruhla cəsədin bir yerdə araya gəlməsidir. Əvvəlki vəziyyət bu deməkdir. Aydındır. Əvvəlki vəziyyət onun hansı formada olması deyil, yəni. Çünki bəllidir ki, axirət günü, yəni cəsəd, ruh
hansı ki, yəni bir araya gələcək, o daha güclü olacaq, nəinki dünya həyatındakindən. Həm əzab daha güclü olsun deyə, həm də ləzzət daha güclü olsun deyə. Amma əvvəlki vəziyyət dediyimiz nədir burada? Yəni əvvəlki vəziyyəti ruhla cəsədin bir araya gəlməsi. Yəni ruhla cəsəd həmçinin həm ləzzət alır bir yerdə, həm də əzab alır bir yerdə. Aydındır bu. Çünki nəyə görə? Hətta yəqə savab alə həzəl cəsəd və ruh cəmiyyən alə mə fəalə min taatilləhi. Çünki Allaha itaat edəndə bunu həm ruh eləyib, həm cəsəd eləyib. Düzdürmü? Demək, bunun ləzzətini də həm ruh alır, həm cəsəd alır. Aydındır bu. O yuaqibə aləl məasi. Həmçinin əksinə, hər ikisi asiliyə görə cəza çəkir. Çünki asilik eləndə həm ruh eləyir bunu, həm cəsəd eləyir. Yəni birinə əzab verib, birinə əzab verməmək nədir? Düz gəlmir, düzdür? Hər ikisinə də nə olur? Əzab olunur. Necə ki, hər ikisinə ləzzət verilir. Finnə ta'ətə vəl-məsiyə sadarat minhumə cəmiyyən. Çünki həm itayət, həm asilik bu ikisindən irəli gəlmişdir. Hər ikisindən irəli gəlmişdir. Həm ruh, həm cəsəddən. Fələ budda ən yusəbə alə mə fəalə o yuaqibə alə mə təraka. Və ona görə də ki, savabını da almalıdır hər ikisi itayətinə görə və cəzasını da çəkməlidir itayəti tərk etdiyinə görə. Fətu'mən ənəl-ləzi əvcədə həzgil cəsəd və nfərədə bi xalqihi yəb'əsuhu həyyən və yu'iduhu kəmə kənə. Və həmçinin iman olunmalıdır ki, onları, o cəsədi, o insanı yaradan ilk vaxt, yaradan onu tezdəndən diriltməyə qadir olandır və bu işdə yəni təkləşmişdir. Aydındır. Bunlar hamısı nədir? Sadaladığımız axirət gününə imandandır. Sonra gəlir 6-cı rükün, qədərin xeyrinə və şərinə iman etmək. Bimə qaddarahullah, yəni kətəbəhu min xeyrin və şərrin. Yəni qədər nədir? Allahın yəni xeyr və şəri yazmasıdır qulu üçün. Vəl-iman bil qadar yatadammanu əl-iman bi arbəti əşya. Və qədərə iman öz məzmununda 4 şey əhatə edir. 4 şey. Yəni imana qədərə iman etmək bu 4 şeydir. Nədir bu 4 şey? Əl-imanu bi ilmillahil qadim. Allahın əzəli elminə iman etmək. Elm. Birincisi. Finnə Rabbə Teala alimə bi ilmihil qadim mə huvə kainun. Bilmək lazımdır ki, yaradan Rəbb öz qədim, öz əzəli elmi ilə bilirdi nə olacaq, nə baş verəcək. Bu bilgi, bu elm əvvəlcədən Allahda var. Buna iman etmək. Çünki qədərlərin elə növü var ki, elmi inkar edir. Allah bilmirdi nə olacaq. Demək, qədərə imandandır ki, iman edəsən ki, Allah əzəldən bilirdi nə baş verəcək. Yaratmamışdan qabaq. Aydındır. Vəl-iman bi ennəllah kətəbə mə alimə ənəhu kainun minəl ibad. Və ikinci mərhələsi yazı mərhələsidir. Kitabə, yazı mərhələsidir. Ki, Allah bildiyini, hansı ki olacaqdır, onu yazıb. Yazıb ki, yəni bax bu şeylər olacaq. Aydındır. Bu nədir? İkinci mərhələsidir. Vəl-iman bi ennə mə şəəllahu kənə. Üçüncü mərhələsi Allah nəyi ki istəyib, o olacaqdır. Allah nəyi ki istəyib, yəni istək, məşiyyət. Allahın istəyi. Üçüncü mərhələ nədir? Məşiyyət. Birinci mərhələ nə oldu? Elm. İkinci nə oldu? Kitabə, yazı. Üçüncü nə oldu? Məşiyyət. Allahın istəyi. Yəni Allah istəyib və bu baş verib. Çünki qədərlər inkar edir nəyi? Qədərlər inkar edir Allahın elmini. Bu bir növ qədəri. Qədərlər inkar edir kitabəni, yazını. Bu ikinci növ qədəri. Qədərlər inkar edir üçüncü növ, məşiyyəti. Ki Allahın istəyi baş vermir. Qul istəyir, qul istədiyi baş verir. Allah istədi, qulda
qul üçün xeyir, qul özü üçün şərri istədi. Qulun şər etməyi, yəni istəyi, Allahın istəyini üstələdi. Bunlar deyirlər, qədərlərin sözüdür. Aydındır bu. Demək nədir? Qədərə düzgün iman nədir? Allahın əzəli elminə iman etmək, yazısına iman etmək, Allahın məşiyyətinə, istəyinə iman etmək. Üçüncü mərhələ. وَمَا لَمْ يَشَى لَمْ يَكُنْ Allah nə istəyir, o baş verir. Allah nə istəmirsə, o baş vermir. Bu mümkünsüzdür. Bir qul azıbsa, öz istəyi ilə, demək Allah ondan qabaq istəyib onu. Bu Allahın istəyi ilə olub. Aydındır. Qədərlər deyir, yox. Qul istəyib, Allah isə istəməyib. Qulun istəyi Allahın istəyini üstələyib. Bu qədərlərin fikridir. وَأَنَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ min hərəkətin və lə sukunun illə bi məşiyyətilləhi təalə. Səmalarda və yerdə nə ki hərəkət var, nə ki dayanmaq var, hamısı Allah Taala'nın məşiyyəti, istəyi iləndir. Yəni buna iman etməkdir üçüncü mərhələ. Və inna Allah Teala avcədə cəmi'l xalq. Və dördüncü mərhələ Allah Taala bütün məxluqatı yaradıb. Çünki yenə də qədəri növü var ki, deyir ki, yox. Qul öz feilini özü yaradır. Demək, dördüncü mərhələ nədir? Hər şeyi Allah yaradıb. Qulun feillərini də Allah yaradıb. Ona görə Peyğəmbər s.ə.v-dən gəlir, varid olur ki, qədərilər bu ümmətin məcusiləridir. Çünki məcusilər bölüblər yaradılışı. Şəri yaradan şər ilahdır, xeyri yaradan xeyr ilahdır. Bunlar bölüblər məcusilər. Məcusilərdə 2 ilah var. Və qədərilər də həmin iddiadadırlar. Xeyri Allah yaradır, şəri isə qul özü yaradır. Aydındır. Yəni, bu da qədərlərin fikridir. وَأَنَّ مَا فِي الْكَوْنِ بِتَقْدِيرِ اللّٰهِ وَإِيجَادِهِ Kainatda nə varsa Allahın mütləqdir ki, təqdiri ilə və onun icadı ilə baş verir. فَلَا يَصِيرُ الْمَرْءُ مُؤْمِنًا بِالْقَدَرِ إِلَّا بِالْإِيمَانِ بِهَذِهِ الْأَرْبَعِ Və bir kəs deyir, qədərə iman etmiş sayılmaz, ta ki onda bu dörd şeyə iman cəm olunmayınca. وَاَنْ يَعْلَمَ أَنَّ مَا أَصَابَهُ لَمْ يَكُنْ لِيُخْطِئُهُ Və bilməlidir ki, onun üzərinə düşən, onun üzərinə baş vermiş olay ondan yan keçməməlidir. Onun üzərinə baş vermiş olay ondan yan keçməməlidir və nə ki ondan yan keçib, mümkün deyildi ki, ona üz versin. Aydındır. Və fil əsər, necə ki əsərdə keçir, mən ləm yu'min bil qadar xeyrihi və şərrihi əhraqəhullahu bin nər. Kim qədərin xeyrinə, şərrinə iman etməzsə, Allah onu cəhənnəmdə yandırar. Öz odu ilə yandırar. Aydındır bu. Ondan sonra müəllif keçir bunun dəlilinə. Yəni, imanın 6 rükünü var, sadaladıq. Və onun dəlili nədir? Birinci dəlil, وَالدَّلِيلْ عَلَى هَذِهِ الْأَرْكَانِ السِّتَّةِ قَوْلُهُ تَعَالَى Bu 4 rükuna dəlil Allah Taala'nın bu ayəsidir. لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ Deyir, xeyirxahlıq ondan ibarət deyil ki, siz üzünüzü şərqə və yaxud qərbə tutasınız. Lakin əsl xeyirxahlıq odur ki, Allaha iman edəsən, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərinə. Burada 5 şey sadalanır. Qədər isə ayrıca dəlil olaraq başqa ayədə keçir. Qədərin dəlili. Allah Taala buyurur, İnnə kullə şeyin xaləqnahu bi qədər. Biz hər bir şeyi qədərlə yaratdıq. Aydındır bu. Bu 2 dəlil Qurandan cəm edir nəyi? 6 rükünü. İmanın 6 rükünü. Və birinci ayəyə gəldikdə, ümumiyyətlə 6 rükün dedikdə nə deyirik? Ənəhə əl-ərkan lil-iman la yəstəqimul iman əl-abd illə bihə cəmi'əhə. Yəni bu rükünlardır, iman rükünlardır bayaq dediyimiz kimi və bir qulundur, imanıdır, müstəqim olmaz, düz olmaz. Bunlar cəmi toplanmayınca, hamısı bir yerə toplanmayınca.
Yəni biri kənarda qalırsa o iman yoxdur. Aydındır? Çünki bu rükündür. Və annahu mata intafa wahid minha lam yakunul mar'u mu'mina. Onlardan biri gedərsə deyir, o şəxs deyir mömin sayılmaz. Yəni bu altısından hər hansısa gedərsə, hətta qədər o şəxs deyir mömin sayılmaz. Sonra bu ayəni gətirir, bayaq oxuduğumuz, deyir ki, qad iştəmələt həzihil əyə alə cüməl azimə və aqidə müstəqimə. Bu bir ayə deyir, əzəmətlidir cümlələr özündə əhatə edir və müstəqim, düz doğru olan əqidəni özündə əhatə edir. Və ruviyə ənəhu sallallahu aleyhi və səlləm suilə anil imani fətələ həzihil əyə. Və rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda iman barəsində bu ayəni oxuyur. Bayaq oxuduğumuz ayəni oxuyur. Və orada keçir leysəl birrə, xeyrxahlıq. Xeyrxahlıq sözün mənası nədir? Bir. Ərəb dilində birdir. Və hu kullu əməlin xeyrin yafdi bi sahibihi iləl cənnə. Hər bir xeyr əməl, hansı ki, əməl sahibini cənnətə aparır. Buna deyilir xeyrxah əməl. Bir. Ərəb dilində, yəni bir, yəni Quranda, yəni bu sözün mənası odur. Yəni xeyrxah əməl sadəcə yox, o xeyrxah əməl ki, onu cənnətə aparır. Aydındır? Buna deyilir əl-birru. Ən tuvallu vucuhakum qibaləl məşriqi vəl məğribi. Demək ki, xeyrxahlıq ondan ibarət deyil ki, üzünüzü şərqə və yaxud qərbə tutasınız. Eyleysəl birrə kullə ən tusallu ilə beytil məqdis. Yəni, xeyrxahlığın hamısı bundan ibarət deyil ki, ancaq hələ qüdsə namaz qılasan. Hə? Yəni, ancaq namazda deyil xeyrxahlıq. Lakin əsl xeyrxahlıq nədir? Allaha iman, mələklərinə iman, rəsullarına iman, kitablarına iman. Yəni, əsl xeyrxahlıq nədir? Bu rükünlər olmasa, sənin namazın keçərli deyil. Yəni, xeyrxahlıq o deyil, üzü tutasan şərqə, qərbə, yəni namaz qılasan. Yəni, xeyrxahlığın hamısı bunda deyil, o mənada. Aydındır. Lakin xeyrxahlıq nədir? Əsl xeyrxahlıq odur ki, birinci sənin Allaha imanın, mələklərinə, rəsullarına, kitablarına imanın olmalıdır ki, bu sənin üçün keçərli olsun. Aydındır. Namazın sənin üçün keçərli olsun. Hətta burada yəni üzvü şərqə tutmaq, qərbə tutmaqdan söhbət gedir. Yəni istəyi üzrə ibadət etmək. Yəni bu bir xeyrxahlıqdan deyil. Yəni üzü qərbə tutub, qüdsə tutub üzünü. Əmr gəlib ki, Kəbəyə tut. Nəfsə ağır gəlir. Hə? Deyir, xeyrxahlıq ondan ibarət deyildi ki, sən üzvü harasa tutasan. Xeyrxahlıq ondan ibarət idi ki, Allaha iman edəsən, yəni onun əmrinə tabi olasan. Yəni əmr səni hara çöndərəcəksə, ora çönməlisən. Aydındır. Allaha iman budur. Rəsullarına, kitablarına iman budur. Aydındır. Yəni sən istəyinlə mənim üzüm bura istəyir, bura tutum söhbəti deyil. Aydındır. Deyir ki, leysəl birrə kulluh ən tusallu ilə beytil məqdis. İn ləm yakun əmrullahi və şəruhu. Əgər bu şeydə Allahın əmri, Allahın şəriəti yoxdursa, o işdə xeyrxahlıq yoxdur. Xeyrxahlıq çünki ondadır ki, Allahın əmrinə itaət edəsən, boyun əyəsən. Aydındır bu. Və deyir ki, وَلَكِنَّ الْبِرَّ اِمْتِسَالِ أَوَامِرِ اللّٰهِ وَاتِّبَا مَا شَرَعَ. Demək, əsl xeyrxahlıq ondan ibarətdir ki, Allahın əmirlərinə imtisal edəsən, yəni Allahın əmirlərini həyata keçirdəsən, gerçəkləşdirəsən, وَاتِّبَا مَا شَرَعَ və onun şəriət kəsdiyinə də tabi olasan. Əsl xeyrxahlıq budur. وَأَعْظَمْ مَا ذُكِرَ فِي هَذِهِ الْآيَةِ və ən deyir, əzəmətli bu ayədə zikr olunan odur ki, o həzgi ənval bir kullihə, yəni bu xeyrxahlığın yəni ən üstün dərəcələri zikr olunur ayədə və ən böyüyündən də başlayır. O da nədir? Tohiddən, Allaha iman etməkdən. Yəni xeyrxahlığın ən üstünləri bu ayədə zikr olunub. Hansıdır? Allaha iman, mələklərinə, kitablarına, rəsullarına. Aydındır. Və axirət gününə. وَلَكَنَّ الْبِرَّ بِرُّ مَنْ آمَنَ بِاللّٰهِ. Həqiqidir xeyrxahlıq məhz deyir nədir? Bax burada 3 dənə təfsir gətirir şərhçi. Deyir ki,
Həzi ənval bir kullihə. Deyir, vələkinnəl birrə əl-iman billahi. Lakin deyir, xeyirxahlıqdır nədir? Allaha iman edəsən, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə iman edəsən. Yəni, xeyirxahlıq budur. Bu bir təfsir. İkinci təfsir. Vələkinnəl birrə birru mən əmənə billahi. Lakin həqiqi xeyirxahlıq o kəsin xeyirxahlığıdır ki, o iman edib. Yəni, sırf namaz qılan yox. Əsl xeyirxahlıq o kəsin xeyir. Birinci təfsir nə idi? Əməlin özünə qaytarır. Əsl xeyirxahlıq nədir? Allaha iman edəsən. İkinci təfsir şəxsə qaytarır. Yəni, əsl xeyirxahlıq o kəsin xeyirxahlığıdır ki, kim ki belə edir. Allaha iman edir. Aydındır. Üçüncüdə isə deyir ki, xeyirxah sahibidir o kəsdir ki, mən əmənə billahi, Allaha iman edib. Yəni, təkcə ancaq namaz qılması yox, onu Allahın əmri ilə, onun şəriəti ilə edir. Yəni, Allahı təkliyində anır, rubiyyətində, uluhiyyətində, ad və sifətlərində anır. İz huva aslül usul, çünki usulların ən böyüyü, ən əsli məhz budur. Vəl iman bil yevmil əxir və huvəl bə'su ba'dəl mevt. Sonra deyir ki, axirət gününə imansə, bayaq dedik ki, yəni ölümdən sonra dirilməkdir. Yanqadı bi qada'il xalqi fid dunya. Bu deyir, başlayır nə vaxtdır? Axirətə iman, yəni hardan başlayır? İnsanın, yəni bu dünyadan köçəndən sonraki halından başlayır. Yəni axirətə iman nədir? İnsan öldü, bax ondan o tərəfəsi var ha. Axirətə iman odur. Və yamutu kullu men fihə və bilməlidir ki, iman etməlidir ki, hər bir kəs öləcək, yer üzündə olanlar, yəni bu dünyadakılar hamısı öləcək. Thumma yuhillahul mauta. Sonra Allah Taala deyir, ölüləri dirildəcək. Və yu'idul əcsadə kəmə kanət. Və cisimləri, cəsədləri olduğu kimi qaytaracaq. Olduğu kimi bayaq dedik nə deməkdir? Və yuraddu ileyhə əl-ərvah kəmə kanət. Yəni olduğu kimi onlara ruhları qaytaracaq. Və yecməl əvvəlin vəl-əxirin feyuvaffi kulli amilin amələhu. Və əvvəlkiləri sonrakıları hamısını cəm edəcək və hərəsinin öz əməlinə görə payını verəcək. Bunlar nədir? Hamısı bayaq dediyimiz kimi axirət gününə imana daxildir. Sonra deyir ki, mələklərinə, kitablarına, peyğəmbərlərinə. Yəni Allaha iman, yəni ayədə daha doğrusu belə keçir. Allaha iman, axirət gününə iman, ondan sonra gəlir mələklər, kitab, peyğəmbərlər. Yəni tərtib biraz fərqli gəlir bayaqkindən. Mələklərə iman, bayaq dedik ki, təsdiq etmək, onların varlığını və əndir şərəfli mələklər kimlərdir? Səfərə beynəllahi və rusulihi. Rəsullarla Allah arasında olan səfirlərdir. Vəhiy çatdıranlar yəni. Və əmənə bil kitabi və huve ismu cins. Kitaba iman etmək, bu kitab yəni deyəndə ki, bütün kitablar nəzərdə tutulur da, bir kitab nəzərdə tutulmur. Cins olaraq deyilir kitab burada. Aydındır da, hə? Və yeşmül kutubu munazzələ minəs-səməy aləl-ənbiyə. Yəni daxildir bütün kitablar, hansı ki peyğəmbərlərə ümumiyyətlə səmadan nazil olmuşdur. Hətta xatəməhə bil kitabil aziz, ta ki, yəni Allah Taala bunu sonuncu kitabı ilə, aziz olan Quran-Kərim ilə tamamlamışdı. Əl-muheymin alə mə qabləhu minəl kutub. Hansı ki bu şahiddir bundan qabaqki kitablara. Yəni Quran şahiddir bundan qabaqki kitablara. Və cəənnəhə miyyətu kitabin və arbə kutub. Və necə ki əsərlərdə keçir, bu 104 kitab ümumən nazil olan 104 kitabdır. Və həmçinin peyğəmbərlərin hamısına iman etməkdir əvvəlindən axırına qədər və sonuncusu da Muhammed sallallahu və sallamuhu aleyhidir. Ondan sonra gəlir növbəti ayə, ikinci ayə gətirir müəllif, yəni qədər barəsində. Deyir ki, "Ənəhu ruknun min ərkanil iman", yəni qədər də iman rükunlarından bir rükundur, necə ki bayaq dedik. Və bir kəsin imanı bu imana, yəni qədərə iman olmayınca düz doğru olmaz. Və deyir ki, "İnnə kulli şeyin xalaqnahu bi qadar." Biz hər bir şeyi deyir qədərlə yaratdıq. Mənası nədir? "Mə xalaqnahu fəməqdurun məktubun fil levhil məhfuz." Nə ki yaratmışıq, bunlar hamısı təqdir olunub və yazılıb levhil məhfuza. Bu ayənin mənası odur. Necə ki hədisdə keçir, "Kulli şey bi qadarin hatta al-acz vel-kayyiz." Hər şeydir Allahın qədəri iləndir, hətta acizlik və fərasət belə.
Yəni kimsə desin ki, mən fərasətliyəm, yox, bu deyir Allahın nədir? Qədəri iləndir. Ondan sonra gəlir, yəni dinin 3-cü mərhələsi, bu da ihsandır. İnşallah bunu da gələn dəfə tamamlayarıq. Subhanallah, həmdə əşhadu an la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.